Bizim kimi ölkələrdə bu kimi texnologiyaları tətbiq eləmək biraz çətindir. İnsanlar bunu qəbul etməlidir ki, bu günlərin bizim artıq həyatımızda texnologiyanın rolu mövcuddur. Biz texnologiyanın bizi idarə etməyindən qorxuruq. Sadəcə bizim həyatda öyrəndiklərimiz və davranışlarımız bu günlərin bunu formalaşdırır yəni. İnsanlar təcrübə üçün bir şey etdiyində sonra o təcrübənin onun öz üzərində hökm etməsi ona zərər də verə bilər. Biz elə də məişət problemlərində ilişib qalmışıq. Artıq bu günlərin, yəni güc anlayışı, insanın zəki olmaq anlayışı gözdən düşdü. İlk öncə insanlarla ünsiyyətimizi də itiririk bəzən bu texnologiyada, amma ilk öncə özümüzlə də olan ünsiyyətimizi itiririk. Və bizdəki insanlar, mən bunu demək istəyirəm ki, söhbətə açıq deyillər. Biz o görüntüyə görünürük, amma açırıq sərhədlərimizi, rahatlıqla hər kəs bizi görür. Amma yolda gördüyümüz bizi görən insana biz güvənmirik. Mən çox istəyirəm də bizdə də belə rəqabət mühitləri formalaşsın. Bu günlər biz qəbul edirik ki, artıq 50 nəfərin gördüyü işi texnologiya bir 10 saniyəyə görür. O insan ki, uğurlu olar ki, öz həyat yaşam fəlsəfəsində özündən bir şey qatar. Əsas çözümə xoş gəlmisiniz. Mən Rüyalə Məhəmmədi və tərəfdaşım Ruqiyə Əliyeva. Bugün sizi salamlayırıq. Bildirmək istəyirəm ki, bu verilişə Mediport Klinikası sponsorluğu ilə baxırsınız. Bizim bugünkü qonağımız Aqil Ömərli. Bu dəfə biraz daha çox fərqli və belə deyək, daha çox bu sahədə inkişaf etmiş, daha fərqli sahədə texnologiya sahəsindən danışacağıq və bunun insanlar üzərinə təsirindən danışacağıq. Yəni texnologiyanın insan həyatına mənfi və müsbət rolu, faydaları və yaxud da gətirdiyi faydasızlıqlar belə deyək. Burada biz ötürürük bizim qonağımıza və özünü təqdim etsin. Buyurun Aqil bəy. Salam, mən də sizi salamlayıram. İlk öncə podkastımızda uğurlar arzulayıram. Çox maraqlı mövzularımız var. Ümid edirəm ki, bu mövzumuzda bizim izləyicilərimiz üçün maraqlı olar və hər kəsin həyatında təbii ki, gördükləri və öyrəndikləri müəyyən dərəcədə yeni bir yol açır, yeni bir önəm daşıyır. Mənim adım Aqil Ömərlidir. Smart Control şirkətinin rəhbəriyəm. 2013-cü ildən bəri Azərbaycan bazarında ağıllı evlər və ağıllı binaların quraşdırılması, proqramlaşdırılması ilə məşğuluq. Ümumiyyətlə ilk öncə demək istirdim ki, bu sahəyə gəlişdən danışmaq istərdim. Mən özüm kənddə böyümüş bir uşağam. Yəni biz belə deyək də uşaqlıq illərimizdə yüksək texnologiyadan xəbərimiz olmayıb, belə yüksək texnoloji avadanlıqlardan əlaqəmiz olmayıb. Hətta deyərəm ki, bizim bunlara girişimiz çox məhdud sayda olub yəni. Mən məsəl üçün ilk dəfə kompüterlərdən tanış olanda, ilk dəfə bu elektronik əşyalardan tanış olanda onlara həddindən artıq çox marağım yaranmışdı və uşaqlıqdan bəri hər zaman içimdə bir arzu var idi ki, mən həyatda elə bir işə sahib olmalıyam ki, o iş hər şeydən fərqli olmalıdır və çox az insanın əldə edəcəyi və görə biləcəyi bir şey olmalıdır. İllər keçdiyi zaman keçdiyi təbii ki, həyat bizi yerlərdən yerə atır və biz bəzən də gözləmirik ki, biz bu günlərin həyatdakı mövqeyimizdə olacağıq, yerimizdə olacağıq. Yəni hər birimiz həyatımızda bir 10 ilki insana baxsaq, bir də bugünkü insana baxanda görərik ki, həqiqətən seçim edən insanlar tamamilə fərqli nəticələrə və fərqli yerlərə gəlib çıxırlar. Və illər keçdi, mən artıq qərar verdim ki, mən məsəl üçün ilk dəfə başlayanda biz bu təhlükəsizlik sistemlərinin quraşdırılması falan bu işləri görürdük. Sonra mən düşündüm ki, insanların həyatında necə bir texnoloji yanaşma sistemi gətirmək olar ki, bu insanların həyatını rahatlaşdırsın, asanlaşdırsın, həm də daha təhlükəsiz etsin və ağıllı ev texnologiyalarına maraq salmağa başladım və ağıllı ev texnologiyalarının Azərbaycanda tətbiqi, inkişaf olması, bu sahədə mühəndislərin yetişdirilməsi üzrə ilk addımları atmağa başladıq. Ümumiyyətlə ağıllı texnologiyalar haqqında bir qısa məlumat vermək istəyirəm. Yəni insanın olduğu yerdə hər zaman texnologiyaya ehtiyac var. Əslində biz həyata baxası olsaq, insan zamanda heç nə dəyişməyib. Sadəcə mexanizmlər və alətlər dəyişib. Məsəl üçün, bundan bir 300 il qabaq ki, 300 il getməyək, 100 il qabaq ki, insan modelinə baxa bilsək, həm insanlar da səyahət eləyirdi, həm insanlar da belə deyək də avadanlıqlardan istifadə, amma müəyyən dərəcədə limitli. Əvvəllər məsəl üçün insanlar bir yerdən səyahət etmək üçün piyada gedirdilərsə, sonra
atlardan, heyvanlardan getməyə başladılar. Sonra artıq texnologiya gəlməyə başladı. Zamanda sürətlənmə başladı. Əvvəl də bizim evlərimiz, mənzillərimiz var idi. Əvvəl biz balaca, daha çox evlərdə yaşayırdıq. Xatırlayırsa, yəni daha məsəl üçün biz bu günlərim bundan 15-20 il əvvəlki evimizdə olan memarlığa və yaxud da dizayna fikir versək, görərik ki, bu günlərim həmin rənglər biz heç xoşumuza getmir. Bu günlərim biz tamamilə rəngləri dəyişmişik, evimizdəki əşyaları dəyişmişik. Əvvəllər insanlar evlərində çoxlu əşyalar olmasını istəyirdi, bahalıq rustallar, halbuki onlar heç vaxt açıb istifadə eləmirlər. Amma bu günlərim insanlar həyatlarında yatırım edərkən minimalist və onlar üçün yararlı olan şeylərdən istifadə etməyə çalışırlar. Bu da bunun əsas amillərindən biri də bu günlərim texnologiyadır. İndi hər birimiz iş adamıyıq, hər birimiz çalışırıq müəyyən sahələrdə. Səhər çıxırıq evdən çıxdığım zaman düşünürük ki, acaba mən qazı bağladım, suyu bağladım, qapı açıq qaldı. Mən düşünürəm ki, əgər ətrafımızda mən özüm daxil olmaqla belə insanlar çoxdur ki, çünki psixoloji tərəfdən siz daha yaxşı açıqlama verə bilərsiniz ki, insan bir şeyi bəlkə qapını 50 dəfə yoxlayır ki, bağlamışam, bağlanmamışam. Yəni bunun bir psixoloji o qapısı var. Bəli, bir çox insanların o kimi bir titizlik deməyim də təşvişi var ki, mən bağladımmı ya da söndürüb getdimmi, bu şəkildə bəli bir o qapı xəstəliyidir əslində. Amma hər kəsdə var, artıq xəstəlik kimi hesab olunmur, sipariş kimi. Artıq belə deyək də, zamanla hər kəsin həyatına oluşmuş prosesdir. Məsəl üçün bizim texnologiyalarımız evdən çıxdığımız zaman dünya istənilən yerdə rahat şəkildə açırsınız mobil tətbiqi. Həmişə bir dənə düyməni vurdunuz, evdən çıxış ssenarisi, avtomatik qapılar bağlanır, işıqlar sönür, təhlükəsizlik sistemləri dövrəyə girir və sizin həyatınızı daha təhlükəsiz eləmiş olur. Və yaxud da siz hər hansı bir başqa bir yerdə, sizi dostlarınızla əyləncədə, siz yeyirsiniz, içirsiniz, evdə təhlükəli bir vəziyyət yaranıb, su baskını. Ən çox məsəl üçün görürsüz də, ümumiyyətlə Bakı şəhərində ən çox yaşanan hadisələrdən biri qonşuların bir-birini su basmasıdır yəni. Bu zaman qonşulardan əhval-ruhiyyə pozulur, evə girirsiniz, ev suyun içində. Bu da artıq bu günlərin bu texnoloji avadanlıqların rolu insanların həyatına gəlir ki, onlar artıq rahat şəkildə evdə olmadıqları zaman istər kondisioneri, istər istiliyi, soyutmanı və digər bütün proseslərin hamısını avtomatlaşdırılmış şəkildə idarə edə bilirlər. Yəni kontrol halına sala bilirlər. Əslində məsəl üçün bizim kimi ölkələrdə bu kimi texnologiyaları tətbiq eləmək biraz çətindir. Yəni insanlara bunu tanıtmaq, öyrəşdirmək. Çünki biz belə deyək də, burada şuuraltı məqamlar var ki, biz sivilizasiya olaraq bizim elə bil ki, bu arxa fonda qəbul elədiyimiz və illərcə atalardan, babalardan gəlmiş bizim prinsiplərimiz var. Biz həmin prinsipləri pozmaq və dəyişmək çox çətin məsələdir. Çox bir kiçik bir misal çəkmək istəyirəm sizə. Qapılar. Bugün hər kəsin qapısı var. Bundan 100 il əvvəl də qapı var idi. İndi də var. Açar texnologiyasından danışmaq istəyirəmsə, ilk dəfə açarlar qədim Romalıların dövründən gəlirlər. Açar texnologiyaları və açar mexanizmləri. İlk dəfə insanlar açarları Romalıların dövründən bəri istifadə. Təsəvvür edin ki, ondan bu yana yüzilliklər keçib də, amma insanlar hələ də açardan istifadə etməyə fokuslanıblar. Yəni bu günlərimdə artıq digital açarlar gəlib. Yəni sən evi uzaqdan aça bilirsən. Biz müştəri davranışlarına da baxırıq. Müştəri deyir ki, yox da mən fiziki açar olmalıdır. Mən bu olmalıdır. Yəni mən güvənmirəm. Birdən kimsə qırar, sındırar. Amma halbuki elə bir şey yoxdur da. Yəni proses yoxdur. Məsələn biz bunu dəyişmək üçün kodumuzdur artıq sanki. Kodumuzdur. Bunu dəyişmək üçün bəlkə bir 6-7 ilə yaxındır ki, biz bununla bağlı video çarxlar, təqdimatlar, yəni bax sən bu günlərin məsəl üçün siz 5-6 dənə açar daşıyırsınız binaya da, binanın açarı, liftin açarı, parkingin kartı, evin açarı, başqa yerlərdən daxil olmalardan artıq bu günlərin həyat dəyişir. İnsanlar bunu qəbul etməlidir ki, bu günlərin bizim artıq həyatımızda texnologiyanın rolu mövcuddur. Yəni bunu inkar eləmək və imtina eləmək olmaz. Texnologiya güvənsizliyimiz məncə çox uzun illərdir var ki, həyatımıza ilk texnologiya girəndə necə qorxurduq. Hətta bununla bağlı filmlər də var ki, bir zaman gələcək bütün dünyanı robotlar basacaq deyə bir film kimi bir şuuraltımıza əslində yeriyən bir şeydir. Bu da bizim
kontrol etmə istəyimizdən yarana bilər ki, biz özümüzü güvəndə hiss edirik. Hər şey mənim kontrolümdədir. Mən əlimi açara vuranda mən biləcəm ki, artıq güvəndəyəm. Ya yenə yeni insanların yeni bir şeyə addım atması da onların komfort zonasından çıxması təhlükə kimi gəlir onlara. Yeni bir şey sınamağa. Əslində idarə deyirik, çox üzr istəyirəm. Yəni amma burada idarə də yoxdur axı. Yəni biz texnologiyanın bizi idarə etməyindən qorxuruq, amma telefon hal-hazırda bizi zaten idarə edir. Əslində bütün qərarlar və seçimlər insanın hər biri belə personal olaraq özünə aiddir. Məsəl üçün bizə gələn insanlar bəzən deyir ki, mən atadan, babadan prinsiplər, ya da atalar, oğullar prinsiplər, atamdan, babamdan belə görməmişdim ki. Okeydir. İndi mən sual verirəm. Atalarımız, babalarımız atla gəlmişdilər, eşəklə gəlmişdilər, yəni dəvədən hərəkət edirdilər. Bu günlərin biz samolyotlardan, komfortlu maşınlarla hərəkət edirik. Bəs onda sən niyə bu hərəkət etmək üçün bu vasitələri seçirsən, əgər texnologiyanı qəbul eləmirsənsə? O onda düşünür ki, hə, mən artıq bu günlərim saatda 400 kilometr gedən qatara minib hərəkət edirəm. Okey, yəni bu zamanda artıq idarə etmək üçün texnologiya lazımdır. Əvvəllər biz yazışmaları məktubla həyata keçirərdik. Düzdür, bunun indi biraz necə deyim də, insan həyatında təsirləri də vardı. Elə bil ki, əvvəl münasibətlər daha çox isti idi. Əvvəl insanlar bir-birinə gedib gələrdilər. Əvvəl insanlar küçədə bir-birindən söhbət edərdilər. Amma bu da texnologiyadan bağlıdırmı? Mənə görə yox, texnologiyadan bağlı deyil. Çünki insan gördükcə öyrənir, bilir də. Mən ən yüksək inkişaf eləmiş ölkələrdə bununla bağlı təcrübələrdə iştirak edərkən həmin cəmiyyətdə olan insanların davranışlarına fikir vermişəm ki, bu nə dərəcədədir. Əslində məsəl üçün belə deyək də, ən böyük ölkələrdən texnoloji Almaniyadır, dünya ən böyük industrial sənayesini qurmuş və inqilablar yaratmış ölkələrdən biridir. Məsəl üçün siz oralarda gedib kafe shoplarda və yaxud da restoranlarda oturarkən saatlarla telefonla oynayan insanlar görə bilməzsiniz. Adamlar bir-birindən kommunikasiyaya üstünlük verir, danışmağa üstünlük verir, adamlar toxunmağa üstünlük verir. Məsəl üçün bu günlərin biz Azərbaycan olaraq çox yaxşı bizim imkanlarımız var da, dağımız var, çayımız var, dərəmiz var. Yəni biz bunların nə dərəcədə qədrini bilirik, nə dərəcədə əlimizdə olan resurslardan istifadə edirik, yoxsa sadəcə tənbəllikdir? Və yaxud da gözləyirik ki, nəsə baş verəcək, kimsə bizim üçün nəsə eləyəcək, kimsə bizim üçün gəlib idman eləyəcək. Bunu bizə məhdudlaşdıran nə var? Demək ki, burada texnologiyanın heç bir önəmi yoxdur. Sadəcə bizim həyatda öyrəndiklərimiz və davranışlarımız bu günlərin bunu formalaşdırır. Yəni mən belə düşünürəm, yəni. Yox, razıyam ki, sırf bu insanın özündən asılıdır ki, siz həyatınıza nə qədər bu şeyləri qatırsınız. Yəni texnologiya dediyimiz şey, dediyiniz kimi zaman, yəni sürət. Bizi sadəcə sürəti hal-hazırda öyrədib, hər şeyi rahatlıqla və tezliklə əldə etməyi. Bu əldə olunma və bu sürət artıq insanlarda tənbəllik və yaxud da hisslərin, duyğuların bastırılması ortaya çıxır ki, bunu Rüyələ xanım da elə keçən səfərdə demişdi ki, bastırılmış hisslərimiz həqiqətən də başqa bir formada özünü göstərməyə başlayır. Ünsiyyətsizliyə, ünsiyyətsizlikdən digər problemlər. İndi bu problemlərə, sırf psixoloji problemlərə danışmaq deyil məqsədim. Sırf texnologiyanın həyatımızda verdiyi zərər deyil. Bizim özümüzdə yaratdığımız bu zərərlərdir əslində. Tamamilə, yəni doğrudur. Yəni biz özümüzü formalaşdırırıq. Yəni bu günlərin ən yüksək texnoloji avadanlıqlardan istifadə edirik. Hətta bizim şourumuza gələ bilsəz, orada görərsiniz ki, robotlardan tutmuş hər şeyə mövcuddur. Amma mən səhər durarkən düşünürəm ki, mən nə etməliyəm? İdmana getməliyəm, qaçışa getməliyəm və yaxud da özüm üçün zərərli vərdişləri bilirəm ki, mən hansı vərdişlər zərərlidir. Yəni insan birbaşa özü təyin edir bunu. Burada ən önəmli şeylərdən biri intellektual olaraq bizdə bu kimi necə deyim də, proseslərin yetişdirilməsidir. İnsanlara bunların anlatılmasıdır. İnsanlar bunlardan tanış olduğu zaman onlar xaosa girməsinlər. Yəni bu günlərin sosial medianın gətirdiyi çoxlu müsbət tərəfləri də var, mənfi tərəfləri də var. Məsəl üçün bu günlərin ucqar bir dağ kəndində yaşayan uşaq da interneti var, əlində telefonu, planşeti, kompüteri var. İstənilən məlumatı 10 dəqiqəyə əldə edə bilər. Yəni bu məlumat əlçatanlığı bu günlərin Amerikada, Las Vegasda yaşayan bir adam üçün də ucqar bir dağ kəndində yaşayan uşaq üçün də əlçatandır. Məsəl üçün mən öz uşaqlığımdan danışmaq istəyirəm sizə. Biz 5-ci, 6-cı sinifdə oxuyanda məktəbdə kitab qıtlığı var idi.
Yəni biz 12-20 nəfərə 3 dənə kitabı hərəmiz 1 saat oxumaqdan bölüşdürürdük və gün ərzində sabahki dərsə hazırlaşmış olurduq, yəni. Bax belə bir problem var idi ki, məlumat çatışmazlığı var idi. Amma bu günlərim o qədər məlumatdan bir bolğunluq var ki, də məlumat doludur, hər yer məlumatdır. Amma biz bu günlərim nə qədər özümüzə lazım olan qədər məlumatı əldə etməyə meyliyik. Yoxsa gün ərzində lazım olan, olmayan hər şeyi həyatımıza daxil edirik. Təbii ki, bunun da gətirdiyi çoxlu yanaşmaları var və mənfi tərəfləri var, yəni. Və biz heç bilmirik də bizə faydalı olan məlumat hansıdır? Bəli, əlbəttə ki, bir çox məlumatlar var, amma bunların hansının bizə içimizə işləyəcəyini bilmirik. Təbii ki, təkamül olmalıdır. Dünya təkamülüdür. Əgər bir yerdə təkamül yoxdursa, orada ölüm var deməkdir. Burada bəli sizin işlədiyiniz bu sahə ki var, smartphone, bəli bizim evimizə, həyatımıza, yaşantımıza asanlıqları gətirir, amma eyni dərəcədə də bizim həyatımızda o qədər hər şey sürətli inkişaf edir ki, biz özümüzlə qala bilmirik, özümüzün nə istədiyimizi bilmirik və bu texnologiya bizə bir növ rəhbərlik edirmiş kimi olur. Və bilirsiniz ki, bəzən belə deyək, insanlar təcrübə üçün bir şey etdiyində sonra o təcrübənin onun öz üzərində hökm etməsi ona zərər də verə bilər. Hətta belə bir film var idi ki, təcrübə üçün mutasiya edilmiş bir kiçik bir heyvan belə deyək də həşərat edirlər. Sonra həşəratı böyüyür və kim ki onu yaradıb, onun üzərində onları bir-bir yeməyə başlayır. Biz necə davranaq ki, o zaman belə deyək, biz texnologiyanı həyatımızda bəli, bunun mənfi təsirləri də var, çünki duyğularımızla baş-başa qala bilmirik. Axı insanı insan edən də duyğulardır, hisslərdir. Biz onları bilmirik ki, harda necə reaksiya verəcək. Bizim yerimizə telefon qərar verir və yaxud da biz Instagrama giririk. Biz davamlı tez-tez məlumatlar görürük. Bir yaxşı xəbər görürük, bir pis xəbər görürük. Bir yaxşı, bir pis və bizim duyğularımız davamlı dəyişir. Davamlı dəyişir və hətta mesaj belə göndərəndə biz birinə mesaj göndəririk, həmən cavab verməsini gözləyirik. Amma əvvəllər necə idi? Biz mesaj göndərirdik, telefonlarımıza texnologiya belə yox idi. Biz gözləyirdik. Oxudumu, oxumadımu heç bilmirik də bunları. Əvvəllər görüşlərdə belə hər şey çox fərqli idi. Əvvəllər insanlar bir-birinə məktub yazardılar, məktub alardılar. Bir-birini qarşılamaq üçün gedərdilər həm əraziyə, onu oradan nəsə götürərdilər, maşından gətirərdilər, görüşərdilər. İndi salam əleykum. Hardasan falan. Okay, location göndər, yarım saat sonra biz orada dəyişək. Əslində bu günlərin güc meyarları zamanda dəyişir. O Albert Einstein bir dənə sözü var. Deyirlər ki, necəsən? Deyir ki, atomu yaradanda mən bilmirdim ki, insanlar bunu atom bombası üçün istifadə edəcəklər. Hər şeyin mənfi və müsbət tərəfləri var. Baxır bu gücün kimin əlində olmağıdır. Atomdan enerji üçün də istifadə etmək mümkündür. Atomdan bomba düzəltmək üçün də istifadə etmək mümkündür. Yəni bu günlərin hər bir belə deyək də insan olaraq, fərd olaraq bu günlərin bizim seçimlərimiz bunu formalaşdırır ki, biz özümüzə nə qədər zərərli, nə qədər zərərsiz informasiyanı qəbul edirik. Amma mən düşünürəm ki, bəzən insanlar bundan xəbərsiz də ola bilər. Çünki bunu başa düşməyə də bilərlər. Məlumat qəbul edikcə səndə davranışlar dəyişməyə başlayır. Siz ətrafda hal-hazırda çoxlu sayda bu sosial çürümənin qurbanı olmuş insanları görə bilərsiniz. Adamların məsəl üçün yenə deyirəm, bu texnologiya bu gün güclüdür. Bu günləri inkişaf etmiş ölkələrdə bunlar tətbiq olunur, inkişaf edirsə, biz də bundan bərabər addım atmalıyıq və inkişaf eləməliyik. Bizim sahəmizdə də, bizim ölkəmizdə də belə startaplar olmalıdır, belə texnoloji, belə deyək ki, tədqiqatlar olmalıdır, araşdırmalar olmalıdır, proqramlar yaradılmalıdır. Çünki zamanın tələbi budur. Əks halda bundan irəliləmək mümkün deyil. Uduza bilərik yəni və zaten də yəni bu çox böyük mənfi təsirlər gətirir. Amma hər şeydən öncə bunun bu günlərin bizim həyatımızda necə idarə edəcəyimizə bağlıdır. Təbii ki də bu da mən düşünürəm ki, hardan gəlir? Bizim ailədə gördüklərimizdən, aldığımız davranışlardan, ətrafdakı münasibətlərdən, cəmiyyətin yaratdığı dəyərlərdən formalaşan bir şeydir. Yəni mən bunu belə görürəm. Çünki belə deyim, kiçik bir hekayə danışmaq istəyirəm. Danimarkada, Kopenhagendə olanda orada maraqlı bir şey gördüm. Deməli görürəm ki, şəhərin ortasına bir çay axır, çayın içində işıqlar yanır. Mən belə çaya kənardan baxıram, dedim, yəqin nəsə texnoloji ağlıma gələn nədir də, texnologiya adamıyam. Deyirəm, yəqin nəsə texnoloji bir şey buraxıblar suyun içinə, üzür. Belə yaxınlaşdıqca baxıram, görürəm ki, suyun içində adamlar üzür. Sadəcə adamların belinə işıqlı şar bağlayıblar ki, onlar içsələr tapmaq olsun. Və mənə maraqlı gəldi ki, bu nədir belə. Sonra final nöqtəsinə getdim ki, görüm finalda nə baş verir. Gördüm ki,
bir 3 kilometrlik bir belə deyək, üzmə yarışı təşkil ediblər. Orada yaşlı adam da var, nənə də var, nəvə də var, baba da var, gəlin də var, ata da var, ana da var, hər kəs var. Təsəvvür edin ki, nəvələr gəlib babanı alqışlayır ki, baba bravo da sən 3 kilometr üzmüsən, sən yəni sağlamsan da və yaxud da ana özüb yoldaşı uşaqlarla gəlib ki, bravo da əl çalır ki, əla da sən 3 kilometr üzməyi bilmirsən də, yəni sən sağlamsan. Yəni bu günlərin davranışlar bizim düşüncəmizdən həyata gətirdiyimiz, həyatımıza gətirdiyimiz bu proseslərdən ibarətdir. Ona görə mən düşünürəm ki, bunun əsas arxasında yatan şeylər də bizim gördüklərimiz, öyrəndiklərimiz. Biz hələ də yəni ki, məişət problemlərindən kənara çıxa bilməmişik. Başa düşürsüz necə? Biz hələ də məişət problemlərində ilişib qalmışıq. Biz hələ də stəkan sındı, qab davasında, nə bilim rəng davasında, yəni biz bu şeylərdə ilişib qalmışıq, yəni başa düşürsüz necə? Bizə imkan vermirlər ki, yəni bizim gözümüz açılsın, insanlar dünyanı görsün, tanısın, öyrənsin. Həyat o qədər zəngin və doludur ki, yəni biz baxır ki, bunları nələrsə kəşf etməyə hazırıq. Yəni insanın qayəsi, insanın ruhu anadan olandan bəri kəşf eləməklə məşğuldur. Gəlin belə bir şey deyim. Biz dünyaya gəldiyimizi bilirik. Təbii. Yəni biz anadan olan dünyaya gəldiyimizi hiss edirik. Xeyr, hiss eləmirik, düzdür? Bilmirik ki, biz dünyaya gəlmişik. Bəli. Biz nə etməyə başlayırıq? Biz öyrənməyə başlayırıq. Məlumat toplamağa başlayırıq. Çıxırıq, yəni artıq uşaqlıqdan bir həyatımızdakı bir prosesi, bir qısa bir fraqment kimi düşünək, öyrənirik. Atamızdan, anamızdan, qardaşımızdan, bacımızdan, oxuduğumuz məktəbdən. Demək ki, biz özümüz də əslində bəzən adama elə gəlir ki, acaba mən özüm də bir proqramın məsuluyam mı kimi bir sual gəlir beyninə insanın. Çünki insan bu qədər data, bu qədər şey, biz bu kainata, bu sistemə gəlməli lazım imiş ki, gəlirik, biz bir şeyə xidmət edirik. Bəs belə deyək, hal-hazırda texnologiya inkişaf edir və biz texnologiyasız da yaşaya bilmirik. Bizim bir hissəmizə çevrilib. ChatGPT deyək, insanlar artıq onlardan ağıl alırlar, kömək istəyirlər. Təbii ki, bəzi yerlərdə köməyimizə çatır. Amma bu bizim biraz da ağlımıza hökm etmək kimi deyilmi? Məsələn, bizim yerimizə qərar verirlər. Sənin strukturunun nə olduğunu bilmir əslində, sənin duyğularının nə olduğunu bilmir. Texnologiya, robot deyək. O, amma bizim yerimizə qərar verir və biz ona doğru gedirik, təslim olmağa da razıyıq biraz da. Niyə həyatımız asanlaşsın deyirik, tez faydalı olsun deyirik. Bəs siz buradan nə görürsünüz? Gələcəkdə necə bunu istifadə edək? Nə edək? Mən əslində yenə də hər kəsin baxış prizması fərqlidir. 60-cı illərdə, 50-ci illərdə insanların həyat tərzində, həyat belə deyək də, onların işlədikləri işlər, sahələr tamamilə fərqli idi. 90-cı illərdə tamamilə fərqli idi. 2000-ci ildən bu tərəfə 10 il müddətinə tamamilə fərqli oldu. 2025-in 20-ci ildə isə tamamilə biz yeni bir texnoloji eraya adaptasiya etmişik və qədəm qoymuşuq yəni. Yəni mən düşünürəm ki, burada təhlükə yoxdur. Zamanla nə dəyişir? Bundan 50 il geridə olan işlər, sahələr hal-hazırda mövcuddur. Xeyr, mövcud deyil. Bundan 100 il qabaq televizor var idi, yox idi. Düzdür? Media var idi, yox idi. İnsanlar üçün bu qədər məlumat var idi, yox idi. Sonra nə gəldi? İnqilab yaşandı. Proseslərə adaptasiya prosesi getdi. Artıq bu günlərin bizim həyatımızdan məsəl üçün televiziyalar yavaş-yavaş çıxmağa başlayır. Okay? Bu sadəcə zamanının gətirdiyi proseslərdir. Bunun qorxu tərəfləri də var, qorxusuz tərəfləri də var. İş orasındadır ki, məsəl üçün belə deyək də, 2000-ci ildən bu tərəfə olan doğulan uşaqlar bunun içində doğulub böyüdülər və bunu o qədər təhlükəli algılamırlar. Amma ondan geridə olan zaman müqabilində olan insanlar bununla barışmaq istəmir. Bunu qəbul etmək istəmir. Onlar hələ də atalar, oğullar, biz babalarımızdan belə görmüşük, prinsiplə yaşamaq istəyirlər. Amma biz bu durumda nə etməliyik? Bəli, bu günlərim artıq yaşam mövcud olacaq. Mənim düşüncəmə görə növbəti illər ərzində insanın görə biləcəyi bir iş qalmayacaq. Bizə sadəcə insan olmağın bir, necə deyim, pulu ödəniləcək, həyatda qalmağın bir pulu ödəniləcək. Əslində yetər qədər boş zamanımız olacaq. İndi sual verirəm də, yəni burada bu qədər məqsəd olacaq. Məqsəd, yəni bu qədər hal-hazırda insanlar həyatından şikayətlənir, bütün günü yəni danışır da ki, nəsə yoxdur, nəsə çatmır. Yaxşı, bunların olması üçün və yaxud da bu problemlərin aradan qaldırılması üçün mən həyatımda nə edirəm? Hansı addım atıram, yəni?
Ya texnologiya yoxdur da, yəni texnologiyanı qoyduq kənara, yəni bunu əgər biz bir prosesi bağlamaq istəsək, həyatımızda 50 dənə necə deyim də, kənardan olan proseslərdən bağlaya bilərik. Bu insanların özünə bağlı. Baxın, bu günlərim artıq universitetlər yoxa çıxır. Yəni bu günlərim kim deyirsə mən ağıllı adamam, yəni ağıllı adam və ya da zəki adam artıq dövrü bitdi, erası bitdi. Çünki artıq bu günlərim süni intellekt var. Süni intellekt nədir? Bir var ki, bir tək mənim fikrim, bir də var milyardlarla mənim kimi insanın datasını bilən bir süni intellekt, belə deyək də, bir robot. Artıq bu günlərim, yəni güc anlayışı, insanın zəki olmaq anlayışı gözdən düşdü. İstənilən dildə danışa bilirsən, istənilən belə deyək dildə yaza bilirsən, istənilən məlumatı əldə edə bilirsən, anında istənilən şeyi proqram təminatlarına çevirmək kimi funksiyonallıqlar gəlir. Yəni bunlar artıq biz bunun içindəyik. Biz bundan yaşamağı öyrənməliyik. Bəs yaxşı, ağıllı insan kimə deyəcəyik bundan sonra? Kim olacaq ağıllı, zəki insan? Ağıllı insan kimə deyəcəyik? Bu biraz bilmirəm, bu suala cavab vermək nə dərəcədə doğrudur. Ağıllı insan artıq olmayacaq da, belə deyək də, amma həyatda yaşam fəlsəfəsini bilən, həyatda zövq almağı bacaran, həyatınla rəqs eləməyə bacaran, həyatın fırtınasına, yağışına, günəşinə düşməyə bacaran insan olacaq. Yəni ki, sən artıq nə qədər güclü olduğun buna bağlı olacaq. Bir də ki, digər bir şey məqamı vurğulamaq istəyirəm ki, bu günlərim artıq sahələr dəyişəcək. Məsələn, bu günlərim media sahəsi olsun, bu günlərim biz gözəl insanlarıq ki, oturub belə üzbəüz söhbət edə bilirik, danışa bilirik. Növbəti 15-20 il ərzində artıq bizim düşüncələrimiz kənarda mikrokompüterlər və yapay zəka üzərindən yetişdirilə biləcək və bizim əvəzimizə virtual olaraq yaşayan insanlar mövcud olacaq. Biz artıq yeni bir virtual dünyaya və virtual kommunikasiyaya keçid edəcəyik. Bu nədir? Düşüncələrin məlumata çevrilməsi. Zaten bu proses başlayıb artıq. Artıq belə deyim də, sizin başınızda kiçik bir belə bir cihaz olacaq, çip olacaq. Kiçik kənarda kiçik bir data olacaq, kompüter olacaq. O məlumatlar avtomatik olaraq sizin düşüncələriniz həmin şey orada işləməyə başlayacaq. Təsəvvür etsin necə? Əslində indi burada nədir? Hekayələr yoxa çıxır. Eynən. Hekayələr, yaradıcı. Amma bəlkə də bu artıq yeni hekayələrin başlanğıcıdır. Biz insanoğlu zaten hər şeyə uyğunlaşıb, adaptasiya olmağı çox yaxşı bacaran bir varlıqlarıq deyək. Amma bizi hər şeydən məncə qeyri-adi eləyən şeylərdən biri də bizim hisslərimiz, duyğularımız, sizin dediyiniz kimi hekayələrimizdir. Hər kəsin bir hekayəsi var, hər kəsin bir yaşantısı var. 2000-ci illərdə doğulmuş uşaqlar tamam, texnologiyanın tam içinə doğulublar. Amma ondan öncə doğulan insanların bəzi qəlbləri, bəzi dəyərləri qoruyub saxlamaq istəməyinin ən böyük səbəblərindən biri də odur ki, o birliyin, bir yerdə, insanlarla bir yerdə nəyinsə edərək o gücün fərqində idilər deyə düşünürəm. Amma texnologiya hal-hazırdakı bu dediyiniz periodda isə insanlar sizin dediyiniz kimi kiçik problemlərdən, o xırda həyati deyil də sadəcə olaraq bu həyatın içərisində olan kiçik problemləri aradan çıxardıb öz dərinliklərinə getməyə məcbur qalacaqlar, belə deyim. Amma bu məcbur qalaraq da, belə deyim, hər kəs xoşbəxt ola bilməyəcək. Həqiqətən də özünü tanıya bilib, özü ilə barışı olan insanlar bunu edə biləcək. Amma çox təəssüf ki, hal-hazırda %70% regional psixologiyaya demirəm. Sırf hər kəsin region olaraq bu faizlər azalıb çoxala bilər. Amma çoxsunda bu çox böyük faizdir ki, özümüzlə barışa bilmirik. Özümüzü tanımağımız, öz hədəflərimizi qoymağımız və bununla irəliləyib həyatımızı davam etdirməyimiz çox çətindir. Məncə bu məsələlər çox yaxşı məsələlərdir, amma bunun kökündə yenə də bizim həyatda gördüklərimizdən irəli gələn məsələlərdir. Məsələn, bu günlərimiz siz belə deyək, Avstriyada dünyaya gəlsəydiniz, tamamilə davranışlara və həyat tərzinə fərqli sahib olan başqa bir adam idiniz.
təbii. Gördüklərimiz, yaşadıklarımız, ətrafımız ki, bu böyük bir amildir ki, yəni biz artıq fərqli baxmağa, fərqli yaşamağa. Orada da bir boşluqlar olacaqdır. Zaten bu həyata gəliriksə bir missiyamız var ki, bir şeyi tamamlamağa çalışırıq. O böyük bir rəsmdə nə isə bir tamamlamağa çalışırıq. Əslində indi bunun belə deyək də biz öz həyat tərzimizdən baxırıq. Bir də bunun daha geniş aspektləri var. Bu günlərim artıq şəhərlər, kəndlər, ölkələr texnologiyadan idarə olunur. Artıq bu günlərim ağıllı şəhərlər mövcuddur. Məsəl üçün bu günlərim fırtına olmazdan öncə və yaxud da zəlzələ olmazdan öncə artıq bu günlərim texnologiyanın müsbət tərəfləri də var ki, bu günlərim bu məlumatları göndərə bilir. Avtomatik olaraq bizi yetərə qədər təhlükəli hadisələrdən qoruya bilir. Bu inkişaf etmiş ölkələrdə çox tətbiq olunan bir sahələrdir, inkişaf olmuş bir sahələrdir. Məsəl üçün biz bu yaxınlarda tətbiq etməyə başlamışıq ki, ağıllı şəhərlərin konseptində olan, daxil olan, həm də IoT qurğulardan bağlı digər təhlükəsizlik tərəflərini gücləndirməsindən bağlı araşdırmalar edirik. Məsəl üçün əvvəlki dövrlərdə insanlar sel və yaxud da fırtına basqını olduğu zaman dağ ətəyində yerləşən kəndlərdə orada heç bir məlumat olmazdı. Bu günlərim artıq texnologiya o sel, fırtına baş verməzdən öncə oradakı bütün əhatədə yerləşən insanları məlumatlandıra bilir ki, anında məsəl üçün fırtına olacaq və yaxud da sel basqını gözlənilir. Zəhmət olmasa, belə deyək ki, təhlükəsiz ərazilərə köç edin və yaxud da keçid edin, yəni. Bu günlərim artıq ölkələr texnoloji şəhərlərdən, ağıllı şəhərlərdən idarə olunur. Havanın təhlükəsindən tutmuş aldığımız nəfəsə qədər, verdiyimiz nəfəsə qədər, sürdüyümüz maşına qədər həyatımızda atdığımız hər bir şeyin bir datası mövcuddur. Yəni biz bu günlərim sadəcə biz neyinə ki bu zamanda doğulmuşuq da. Yəni ki, təsəvvür edin ki, kiçik bir həyatımızda bir belə deyək də səyahətlər edək. Bundan 500 il qabaq biz doğulsaydı, indi mən kişi olaraq, siz bir xanım olaraq, mən əlimdə işim gücüm nə idi? Nizədən savaşmaq idi, gedib çöldə nə bilim ceyran ovlamaq idi, həyatda qalmaq üçün yemək içmək idi. Bu günlərim isə həyatda bizim amaçlarımız fərqlidir. O zaman da biz başqa şeylərdən uğraşırdıq. Bu gün isə tamamilə həyatda başqa bir necə deyim də, başqa bir hadisələrlə yaşayırıq, başqa bir məqsədlərlə yaşayırıq. Yəni insanın zamanı, hər dövrün mübarizəsi var. İnsan anadan ondan bəri mübarizə aparır, savaşır, həyatda qalmaq üçün, sevmək üçün. Təməl duyğularımız əslində dəyişmir. Biz verilişin başında da danışanda, hətta siz dediniz ki, insanlar dəyişmək istəmirlər. Keçmiş dövrdən gələnlər texnologiyaya uyğunlaşmaq istəmirlər. Bizim ata-analarımız, dədə-babalarımız istifadə etməyiblər bunları, amma zaman bəli inkişaf edir. Hətta müasir gənclər belə deyir ki, sizin də zamanınızda texnologiya, telefon olsaydı, siz də istifadə edəcəydiniz və biz niyə ki bizim zamanımızda bu texnologiya var, məcburuq istifadə etməyə. Amma belə bir şey deyim ki, bəlkə də bu texnologiya bizim insan həyatını, bax sizin gördüyünüz işlər kimi insan həyatını asanlaşdırır ki, biz də biraz özümüzə vaxt ayıraq. Çünki hər şey dünyada öz ziddinlə varsa, nə qədər texnologiya artdıqca, nə qədər texnologiya bizim həyatımıza sirayət etdikcə, bir o qədər də insanların özünə olan ünsiyyəti artmağa başlayacaq ki, nəyə görə bu qədər indi hal-hazırda spiritualizm də artmağa başlayıb, çoxlu spiritualizm, amma yanlış doğru bunu qarışmırıq. Niyə? İnsanların özünə də ehtiyacı var. Biz ilk öncə insanlarla ünsiyyətimizi də itiririk bəzən bu texnologiyada, amma ilk öncə özümüzlə də olan ünsiyyətimizi itiririk. Yaxşı, sizin etdiyiniz bu texnologiya kimi bizim həyatımızı asanlaşdırırsa, insanlar da o zaman özlərindən vaxt keçirməyə, yəni duyğularını inkişaf etdirməyə baxsınlar. Nə qədər biz inkişaf etsə də yenə bəzən klassikaya qayıdırıq biz ki, necə ki biz muzeylərə gedəndə, opera studiyalarına gedəndə biz orada duyğular görürük. İnsanların yaratdığı əsərlərdən bir şeyləri hiss etməyə çalışırıq. Hisslərimizi, duyğularımızı canlı tutmaq üçün. Bunun kimi də yenə də insanlar həyatınızı asanlaşdırsın. Sizin həyatınıza lazım olan o informasiyaları alın, amma qurbanı olmayın onun. Yəni özünüzə də biraz vaxt ayırın ki, öz içinizə də baxmağa başlayın ki, duyğularınızı canlı tutun ki, bəlkə də bayaq biz dediyimiz kimi ağıllı insan kimə deyə bilərik? Öz hisslərini kontrol edə bilən, öz hisslərinlə baş-başa duyğularını inkişaf etdirə bilən, bir şeyin qurbanı olmayan. Yəni sənə rəhbərlik etməsinə çox izin verməməsi nəyinsə. Çünki bilirsiniz, belə bir şey deyəcəm sizə, Alman filosofu Immanuel Kant öz fəlsəfəsində deyir ki, hansı insan aydınlanır? O insan aydınlanır ki, əgər nə vaxtsa ona rəhbərlik etməyən
düşüncələr və davranışlar varsa, bununla azadlaşmış, azad olan insan artıq aydınlaşmış və birey olan, yəni şəxs olan insandır. Biz bunu bəlkə də etməliyik ki, yəni özümüz özümüzə öz qərarlarımızı özümüz verə bilək. Mən seçim ki, mən texnologiyadan necə istifadə edirəm. Texnologiya yox, mənim həyatımı sirayət etməsin bəlkə də. Amma müəyyən sahələrdə təbii ki. Mən deyim ki, Azərbaycanda bu o qədər də, yəni sizin dediyiniz qədər deyil. Çünki niyə görə? Adam əslində 18 yaşı bitdiyi zaman bu adam şəxsiyyət sayılır. Yəni istənilən dostumuz, qardaşımız, atamız, anamız, bacımız, ətrafdakı fərdləri götürürsək, bu fərdlərin hər birinin müstəqil şəkildə qərar vermə hüququ. Amma bu günlər 30-40 yaşına çatmış insanlar ətrafımızda yetər qədər var ki, bunlar hələ də öz qərarlarını müstəqil şəkildə verə bilmirlər. Burada texnologiyanın nə günahı var? Yəni bu texnologiya olmasa da bu qərarı verə bilmir, olsa da qərarı verə bilmir yəni. Yəni bu sadəcə dediyim kimi biraz aspektlər fərqli olduğuna görə bu tamamilə fərqli bir şeylərdir yəni. Psixologiya da ona görə inkişaf edir ki, insan özünü biz məsəl üçün indi texnologiya götürməyək, digər zərərli bir vərdişləri götürək. Məsəl üçün biz bilirik ki, bu günlər doymuş yağlardan istifadə etmək, fast food yemək bizim sağlamlığımız üçün zərərlidir. Mən bunu bilirəm də, yəni düzdür. Və qəbul edirəmsə burada problem kimdədir? Yəni mən özümə qayğı göstərə bilmirəmsə, mən özümü sevə bilmirəmsə, mən həyatımda baş verən proseslərdə kənardan kiməsə günahkar axtarıram ki, yaxşı, okey, Bakı balaca şəhərdir, deyim kimi bütün imkanlarımız var, dağımız, çayımız, qəşəng bulvarımız. Nə qədər bulvarın kənarında səhər durub qaçan adam görürük biz. Burada özümüz yəni biz duyğusuzlaşmağı özümüz seçim eləmişik. Yəni burada texnologiyanın heç bir yolu yoxdur. Sevmək istəyən adam sevəcək. Bundan 500 il qabaq da kişilər qadınlara aşiq olurdu, qadınlar kişilərə aşiq olurdu, indi də aşiq olur. Əvvəllər adamlar bir-birini, oğlanlar qızları bulaq başında görərdilər, indi sosial mediada görürlər. Sadəcə zamanda halətlər dəyişib. Eynən zaman məkanımızı və siz deyən kimi alətlərimizi dəyişir. Amma dəyərdən danışdıq. Misal üçün Rüyalə xanım da dediyi kimi ümumilikdə biz hər kəsi günahlandırsaq da sizin özümüzü ilk olaraq görüb özümüzü kəşf etməyimiz və mübarizə aparmamız çox önəmlidir. Ki hal-hazırda misal üçün deyirəm, əvvəlcə evlərin balaca olmağı, istilik, səmimiyyət olsa belə indi evlərimiz böyüyüb, daha biraz soyuqlaşmış kimi hiss edirik. Amma biz onu istidən, yəni biz orada isti və səmimiyyəti, duyğuları qatıb həqiqətən də öz ruhumuzla bəzəyə bilərik ki, bu sadəcə texnologiyanın verdiyi deyil. Biz sadəcə artıq onu bir ikinci plan kimi ya da ümumiyyətlə ikinci planda yox, ümumiyyətlə görməməyə çalışırıq, ünsiyyət qurmamaq, yəni ünsiyyət qurmamaq. Mən sizə bir şey deyim, baxın. Bizi sosial mediada yüzlərlə adam takib edir, izləyir, düzdür. Biz bəzilərini tanıyırıq və hər kəs də tanıya bilmirik, düzdür. O adamlar bizi hər yerdə görür, düzdür. İzləyir bizi. Yemək yeyirik, paylaşırıq, görür. Səyahət edirik, görür. Bütün hər şeyi paylaşırıq, düzdür. İndi sual verirəm. Biri sizi oturmusunuz restoranda, gəlir kənardan baxır, evə gedir, qapınıza gəlir, belə kənardan xoşunuza gələr. Əslində biz o qədər belə alırıq da, yəni ki, lazım olmayan paranoid kimi də, yəni proseslər alırıq ki, həyatımıza. Yəni bu bizim həyatımızı biraz qəlizləşdirir. Və bizdəki insanlar, mən bunu demək istəyirəm ki, söhbətə açıq deyirlər. Siz təsadüfi, yəni yolda bir adamdan 10 cümlə, yəni tanımadığınız adamla söhbət edə bilməzsiniz. Ən böyük problemlərdən biri yəni. Bizdə həddindən artıq çoxlu elə bir ki, insanlar, mən belə bir şeyin fərqinə vardım ki, bu səyahət elədiyim zaman görürəm ki, bir var ki, həyətlər var, insanların evləri var, orada divarlar yoxdur da, həyətlər hamısı açıqdır və insanların davranışlarına baxıram, insanlar ünsiyyət açıqdır. Biz təsəvvür edin ki, bizdə insanlar evlər tikir, metrlərlə divarlar hörür də. Görün, bir insanlar ürəklərinə nə qədər divarlar ölüb. Nəinki həyətlərinə yəni. Sərhədlər, o qədər lazımsız sərhədlər, o qədər lazımsız belə şeylərdən yüklənmişik ki də, yəni sən yolda 2 nəfər adamla gülümsüyüb, söhbət edib, ondan bir, necə deyim də, biraz danışa bilməzsən də, yəni məsələn, elə yerlərə bağlayırlar ki, elə hadisələrə bağlayırlar ki, yəni nə düşüncədir, yəni nə baş verir, yəni. Bizdə insanlar çox qapalıdır, həddindən artıq, yəni.
sosial mediada açıq göstərməyə çalışır, okey. Amma həyatda, yəni sən normal şəkildə tanımadığın birinlə çöldə 15 dəqiqə söhbət edə bilməzsən. Bu da bir paradoksdur sanki. Paradoksdur son. Yaxud da nə qədər insan olur ki, sizə gözəl görsənirsiniz, əla görsənirsiniz. Bu günlərin bu sizə yaxşı yaraşır. Əla görsənirsiniz. Yəni əla çıxış elədiyiz. Yəni nə qədər insan var bunu bizə həyatımızda deyən. Siz axırıncı dəfə nə qədər insanla qarşılaşmısınız ki, yəni sizə bu komplimentlər eləsin. Bizdə bu təəccüb hisslərini yaratsın yəni. Yəni əslində o qədər belə necə deyim, anlamlı şeyləri itiririk ki, burada kompüterin, texnologiyanın heç bir rolu yoxdur yəni. Bizim özümüzə verdiyimiz dəyərdən formalaşır hər şey yəni. Gülümsəməkdən formalaşır. Güvənsizlik azalır yenə də. İnsanların güvənsizliyi azalıb. Sizin dediyiniz kimi biz özümüzü bəli sosial mediada açıq-aşkar göstəririk. Nə yaşadığımızdan fərqli olaraq, nə yaşadığımızdan asılı olmayaraq biz görüntü qoyuruq sosial mediaya. Bu zaman bu dövrdə görünmək çox da asandır. Yəni əvvəlki kimi deyil. Hər kəs istədiyi kimi görünə bilər. Məsələ o deyil. Biz o görüntüyə görünürük, amma açırıq sərhədlərimizi. Rahatlıqla hər kəs bizi görür. Amma yolda gördüyümüz bizi görən insana biz güvənmirik. Sən sərhədlərini burada aşırsan, hər şeyi göstərirsən görüntü olaraq, amma ona güvənmirsən ki, mən ondan necə ünsiyyət qurum, bilmirəm o kimdir və yaxud məndən hansı çıxarlara görə ünsiyyət quracaq. İndi bir sual verim sizə. Siz evdən 10.000 kilometr uzaqda olanda, okeanın tərəfində olanda, sizə bir insan yaxınlaşıb sual verən, danışmaq istəyəndə biz ona nə deyirik? Soruşuruq ki, sən harada olmusan, anan kimdir, atan kimdir, xristiansan və yaxud da müsəlmansan? Belə bir sual veririk. Vermir də məncə düzdür. Yaxşı, biz ölkəmizin daxilində öz dilimizdən, öz dinimizdən, öz məmləkətimizdən olan insanlarla niyə bu qədər çətinlik çəkirik danışmaqda, yəni söhbət edə bilmirik, kommunikasiyaya gedə bilmirik. Əslində hər birimizin bir-birimizdən öyrənəcəyi yetəri qədər yəni müsbət şeylər var. Yəni fərqindən varacağımız, öyrənə biləcəyimiz o qədər gözəl şeylər var ki, sadəcə yəni dediyim kimi səmimiyyətsiz ünsiyyətlər çoxalır. İnsanlar bir-birinə bu dəqiqə onlara çatması çox asandır. Çünki niyə hər yerdən mən Instagramdan da, WhatsAppdan da, Facebookdan da hər yerdən o insanla ünsiyyət qura bilərəm. Amma necə ünsiyyət quracaqsan? Özüm olacaqsan. Səmimi, səmimiyyətsizlik var orada. Məsələ orada səmimiyyətsizlik. Yenə həm insanların özünlə olan səmimiyyəti, həm qarşıdakınla olan səmimiyyəti. Biz bu duyğularımızı inkişaf etdirmirik. Onlar coşala-coşala bu günlərim o zəki insan modelidir. Bu günlərim ağıllı insan modeli öz həyat tərzinə yatırım eləməyə bacaran adamdır. Rəqslərinə, səyahətinə, yeməyinə, içməyinə, idmanına, yəni həyatda kitab oxumağından tutmuş hər şeyə. Bunu edən adam zəki adamdır yəni. Bu günlərim xoşbəxt insandır. Yəni xoşbəxt insandır. Bu günlərim məsəl üçün indi okean o tayında Tayvan adaları var da, sakit okean ortasıdır. Adam gəlib oturur ağacların altına baxırsan, acaba mən kiməm də sorğuluyursan özü və orada insanlar sənə yemək verirlər, çay verirlər, qonaq edirlər, ikram edirlər. Yəni bunların bizim mədəniyyətlə, sivilizasiyadan heç bir əlaqəsi yoxdur. Orada o adam da bu günlərim səhər durur bir stəkan suyunu içir, 2 dənə yumurtasını sındırır. Biz də burada eyni şey edirik də yəni. Amma baxır biz həyatımıza nə qədər rəng atmağı bacarırıq, nə qədər həyatımıza gülümsəməyi bacarırıq, nə qədər yaxşı şeyləri öyrənməyə açıq və yaxud da mən istəyirəm ki, indi texnologiyanın rolundan danışırıq. Bu günlərin bizi heç kim məcbur eləmir ki, evdən 10.000 kilometr uzağa uçuruq gedirik. Dünyanın o başındadır. Yəni 3 gün yol gedirsən, çatırsan, öyrənirsən, əziyyət çəkirsən. Baxanda onlara səndə bir rəqabət hissi yaranır ki, ilahi də bunlar bu texnologiyanı bilirlər, mən niyə bilmirəm yəni. Okay, sual verirsən və başlayırsan üzərində işləməyə. Mən çox istəyirəm də bizdə də belə rəqabət mühitləri formalaşsın. Sözün əsl mənasında intellektual rəqabət mühitləri formalaşsın, texnoloji rəqabət mühitləri formalaşsın. Yəni bizim də doğru rəqabət biraz problemdir, qəlizdir daha doğrusu. Məsəl üçün gedirik biz baxırıq həmişə wow eləməyə, kənardakılara, özümüzünkiləri heç vaxt alqışlamağı bacarmamışıq deyim, sevməyi bacarmamışıq. Gedirik baxırıq ki, məsələn bir Alman bir şey düzəldir ki, wow, əla, yox da bir başqa ölkədən olanlar. Yəni bu günlərin bizim ölkəmizdə də bu günlərin yəni informasiyadan bağlı problem yoxdur. Yetər qədər hər şeyə əl çatandır, imkanlarımız var. Mən istəyirəm ki, yəni bu sahədə bizdə yəni inkişaflar olsun, insanlar meyl eləsin, gənclər meyl eləsin. Sözün açığını desəm, mən bunların hamısını tənbəlliklə əlaqəli görürəm. Bizdə insanlar çox tənbəldir və necə deyim ki, egosu təsdiq etmə qüvvəsi çoxdur. Belə deyim də, yəni olana şükür eləmək, təşəkkür eləməyə bacarığı yoxdur.
Təsəvvür edin ki, yüzlərlə adam dəvət edirsən, iş, maaş, pul, xarici göndərmə, adam tapa bilmirsən. Bizdə mən belə bir şey müşahidə edirəm ki, adamlar burada ola-ola başqa şeylərin axtarışındadılar yəni. Səninlə işləyirlər, amma başqa yerdədirlər yəni. Və təşəkkür etməyə bacarığı yoxdur yəni. Öyrənməyə görə, bilməyə görə. Bu günlərim deyə bilər ki, çox adam işsizlikdən şikayət edə bilər ki, məsəl üçün iş yoxdur. Bu günlərim işdən çox iş var. İşləyən adam lazım. Əllərini, qollarını çırmalayıb işə girən adamlar lazımdır yəni. Əlini daşın altına sala biləcək adamlar lazımdır həyatda. Bu olmadığı təqdirdə mümkün deyil. Bu günlərin texnologiyanın rolunda ən böyük şeylərdən biri də ixtisasların dəyişməsidir. Bu günlərin biz qəbul edirik ki, artıq 50 nəfərin gördüyü işi texnologiya bir 10 saniyəyə görür. Bu günlərin biz qəbul edirik ki, əvvəl bir binanı, ağıllı binanı evi idarə etmək üçün 5 dənə bağban lazım idisə, onda digər adamlar lazım idisə, bu günlərin artıq bunlara ehtiyac yox. Texnologiya bunları idarə edir. Amma biz bunun üçün nə edirik? Mən hətta burada müştəri davranışlarına da baxıram. Bir adam var, iş adamı var, məsələn 4 mərtəbəli bir villası var. Bu adam biznesmendir, iş adamıdır. Məsəl üçün tutub bağban, tutub elektrik, tutub həyatına nə bilim mühafizəçi bu adamlardır. Təsəvvür edin ki, adam 30 min manat verib bağına çiçəklər alıb, çıxıb gedib xaricə deyib ki, bu bağbana tapşırır ki, bunlara bax bu saatda su vermək lazım. Adam baxır ki, bir dəfə çiçəklər solub, iki də baxır ki, ağaclar yanıb, üçüncü dəfə baxır ki, bu adam telefondan zəng çatmır, dördüncü dəfə baxır ki, bu adama düşmək mümkün deyil. Axırda zəng ki, "Ay, salam əleykum. Ki bu bağıma ağıl verə, mən bunlardan yorulmuşam yəni." Yəni məsələ texnologiyada deyil. Əslində bu günlərin texnoloji bu ağıllı texnologiyaların, ağıllı bina texnologiyalarının yaranmasının əsas səbəblərindən biri də buna olan tələb və ehtiyacdır. Bazarda olan tələb və ehtiyaclar bu texnologiyaların yaranmasını gətirib çıxardır yəni. Yəni təsəvvür edin ki, siz iş adamsınız, indi sizə sorğulur ki, əşi yoxdur, onun pulu vardı şeylə. Necə yəni pulu var? Adam pul verib, yəni ağac əkib, yəni sənəd ayda 1000 manat, 1500 manat verir, maaş verir ki, bağı vaxtında sulamaq lazımdır. Ağacların dibini vaxtında əkmək lazımdır. Adam bir dəfə sənə deyir, 5 dəfə sənə deyir. Ya axırda səndən dava eləməlidir, ora getməlidir, ya da deyir ki, gəl bunu ağıllayım, robotdan zotdan qoyum, qoy sulasın, çiçəyini açsın, həyatın yaşıl olsun. Yəni başa düşürsən yəni bu günlərim əslində texnologiya asanlaşdırır və düzdür, burada onun məsuliyyətsizliyidir, tamam, amma tənbəlliklə belə ki, insanların tənbəl olmanın ən böyük səbəblərindən biri də bizim regional olaraq desək, Azərbaycandan söhbət gedirsə, ən çox da işləmək deyil də, hər şeyin asan əldə olunmağını istəyirlər və hər şeyin tezliklə asan olacağını bildiyi üçün də nə bilim belə deyim də sürətli pul qazanma yolları var ki, hazırda sırf internet vasitəsilə hər şeylə belə etməyə çalışırlar ki, tez sürətlə qazanım. Bax filan kəs belə tez pulu var, onun çox pulu var, məndə niyə yoxdur? Mən də onun oxuduğu yeri oxumuşam, bildiklərini bilirəm, amma mənim o qədər pulum yoxdur. Əslində problem yenə də o kiçik belə deyim də məişət problemləridir ki, adam buradan qırağa çıxa bilmir ki, yəni ola bilər eyni intellektdə, eyni yerə oxuya bilərsən, amma onun baxma, yaradıcılığı və yaxud da kəşf etmək ya da çabalama, əlinə daşına salma sizin dediyiniz kimi daha çoxdur. Əslində insanların biraz burada egosu və təsdiq etmə istəyi daha çoxdur. Budur tənbəllik yaradan. Bu ego bizim tənbəlliyimizi yaradır ki, mən buraları oxumuşam, bunu eləmişəm, indi gedib bağban işləyəcəm ya da misal çəkirəm, indi gedib şofer işləyəcəm. Yəni pula ehtiyacı var, amma adam heç nə eləmir. Heç nə eləmir, iş görmək istəmir. Məsəl üçün belə bir şey deyim. Çox böyük bir tənbəllik və bir naşükürlük yaranıb da. Mən düşünürəm ki də bunun yaranma səbəblərindən biri bizdə məsəl üçün insanların işləməyə meylliliyin az olmasıdır. Məsəl üçün mən uşaq olduğum zaman atam bizi özündən 6-7-ci sinifdə olanda işləməyə aparırdı. Aparırdı, dağın ətəyində bir çay var idi. Biz orada səhərdən axşama kimi 6-7 maşın daş yığırdıq. Başa düşürsün necə işləyirdi axşama kimi. Mən o çayda daşlar gördüm, böyük daşlar da. Bəzən fikirləşirdim ki, acaba mən bu daşı qaldıra bilərəm. Böyük görsənərəm. Mən düşünürdüm ki, mən balacayam. Amma gedirdim, əlimi atırdım o daşın altına, daşı tərpədirdim, gördüm ki, qaldıra bilirəm və qaldırıb daşı atırdım.
Bundan sonra artıq daha böyük daşları atmaq üçün məndə elə bir ki, cəsarət yarandı. Həmişə bir iş görmək istədiyim zaman deyirəm ki, əlvi daşın altına salmaq lazımdır. Əlvi daşın altına salmasan, heç kim sənə həyatda kömək edəməyəcək. Heç kim sənin əvəzinə o daşı qaldırmayacaq. Ümumiyyətlə həyatda iş görmək üçün savaşmaq lazımdır. Yəni bu günlərim əslində indi bu günlərin əsas məsələlərdən biri hər kəs necə deyim də, yəni hər kəs müdir olsa, hər kəs memar olsa, hər kəs yəni yeməyi kim bişirəcək, divarı kim rəngləyəcək, maşını kim sürəcək, yəni belə qəribə bir yəni gözləntilər yaranıb insanlarda, yəni başa düşürsün necə, yəni ki, nəsə baş verəcək. Yəni adam reallığından barışmaq istəmir. Adam həyatda savaşmaq istəmir. Adam birdən-birə nə bilim yüksək nöqtələrdə olmaq istəyir. Olsun, təbii ki, olsun, yəni heç bir problem yoxdur. Amma sən bu nöqtədə olmaq üçün bir savaş verməlisən, bir mücadilə verməlisən, bir sənin özünün həyatda o nöqtəyə gəlib çatanda həyatda zövq aldığın bir şeylər olmalıdır həyatınla bağlı ki, wow, mən bunu bacardım yəni. Özünə təşəkkür etməyə bacarığın olmalıdır. Yəni bu əzmkarlıq olmadığına görə bax belə bir şeylər yaranır yəni. Bu günlərimiz zəngin olmaq hər kəsin şansıdır. Məsəl üçün kim deyə bilərdi ki, o qaqaş var Türkiyədə bu Nüsrət əlini belə düzəltdi. Yəni 100 min dollara ət satır sənə. Yəni ətdir də bildiyimiz o dana bizdə də var. Ətdir yəni. Amma o ticari zəkası. Ticari zəka yəni. Bu günlərin yəni sosial medianın gətirdiyi çox böyük müsbət tərəflər var yəni. Yəni zəngin olmaq. İndi kim deyə bilər ki, o uğur hekayəsi deyil. Biz uğur hekayəsini nəyə adlandırırıq? Belə uğur hekayəsi nədir? İnsanın əslində heç təsəvvürünə belə gətirmədiyi şeyin həyatına baş verməsi. Yəni uğur dediyimiz şey bu dəqiqə çox insan pul deyir. Yəni pullar qazanmaq, yəni əslində pul deyil, şan-şöhrət də deyil. İnsanın təsəvvürünə gətirmədiyi bir nöqtəyə ya da təsəvvürünə gətirdiyi, məqsəd qoyduğu bir nöqtəyə gedib çatmasıdır. Bəli, deyərdim ki, belədir. Amma zamanla dəyişir. İndi ümid eləyək ki, bizim cəmiyyətimizdə də bu onları inkişaf eləyər. İnsanlar bir-birinə qarşı xoşgönüllü olar, alçaq könüllü olar. Yəni uğurlu olmaqla zəngin olmaq fərqli şeylərdir. Bəli, uğur bir hekayə yazmaqdır. Necə ki siz bayaq öz uşaqlığınızdan misal çəkdiniz. Yəni təfəkkür etmək. Mən həyatın içərisində təfəkkür edirəm, bir nəticəyə gəlirəm və mən bundan sonrakı addımımı nəyi edə biləcəyimi artıq təfəkkür edirəm, bilirəm. Amma niyə insanlar zəngin olmaq istəyir bu dəqiqə? Heç bilmir ki, niyə zəngin olsun? Niyə lüks həyat? Biz keçmiş mövzularımızda danışmışıq bu həyatda. Görsəlləşdirilmiş lüks həyat o qədər çoxdur ki, bizə bunu təlqin edirlər. Buna sosial zəhərlənmə də deyə bilərik. Bu sosial zəhərlənmənin gətirdiyi nəticələrdir. Baxın da biz bu günlər Bakı şəhərində 50 lüks binada olaq, düzdür. Özümüz necə istəyirik də belə də gəlib. Gedib buradan Qəbələyə, oturaq orada meşənin ortasında bir də dərindən nəfəs alaq. Sizdə hansı daha çox bizə zənginlik hissini verir? Təbiətlə. Zaten təbiət yeganə yerdir ki, sadəcə bizi təbiətdən qoparıblar. Yəni bu günlərim indi adam gördükcə anlayır da. Məsəl üçün Estoniyaya gedəndə mən Estoniyada orada günəş olmurdu. Daha çox bəyaz gecələr olur, soyuqdur, insanlar da soyuq görsənir, hisslər də, duyğular da soyuqdur. Çünki soyuqdur da. Bizdə günəş var, başa düşürsünüz necə? Yəni adamlar günəş çıxanda günəşi sitayiş edirlər ki, günəş çıxıb da, yəni günəşdə gəzmək lazımdır yəni. Bizdə bu qədər günəş var, dağ var, çay var. Biz təbiətin bir parçası ola bilmirik. Biz bu qədər ətrafımızda olan coğrafi olaraq çox yaxşı yerdə yerləşirik də. Yəni zənginliyi dəyərləndirə bilmirik. Bəli. Baxın, o Azərbaycan çox yaxşı yerdir həqiqətən. İstəsən Avropaya get buradan, istəsən Türkiyəyə get, istəsən yaxın ölkələrə. Yəni nə qədər bizim ətrafımızda belə, yəni həm coğrafi cəhətdən çox strateji və qəşəng yerdə yerləşir. Əlimizdə imkanlar çoxdur, amma biz imkanları gözləmirik. Kimsə bizim üçün jet gətirəcək, otuzduracaq bizi, deyəcək ki, sən getməlisən. Yəni o heç vaxt baş verməyəcək yəni. Həqiqətən də elədir. Ümid eləyirik ki, həqiqətən də əlimizdəki olan bu dəyərləri, zənginlikləri görüb, həqiqətən də qədrini bilərik. Sizin də dediyiniz kimi, Röyələ xanım da dediyi kimi, həqiqətən təbiət yeganə yerdir ki, bizi olduğumuz kimi qəbul edir və bizi
ruhumuzu bəsləyir. Bu bəsləyən şeyləri itirmərik. Texnologiya əslində bizə zərərli deyil də, doğru istifadə etsək, doğru şeyləri, doğru məlumatları gətirəcək. Çox sağ olun videoya görə, çox sağ olun gözəl söhbətə görə. Bəli, mən də sizə çox təşəkkürümü bildirirəm. Bayaq biz ağıllı insan dedik, uğurlu insan dedik. O insan ki, uğurlu olar ki, öz həyat yaşam fəlsəfəsinə özündən bir şey qatar. Heç kəs kimi olmaz. Yəni hər kəs kimi bütünün bir parçası olmaqdansa öz fərqliliyini özün yarat və özün kimi ol bu həyatda. Öz partlayışı yaratmaq lazımdır. Mən belə bir şey demək istəyirəm sizə. Bu Big Bang partlayışı var da, dünya həmin o 13 milyard il əvvəl bundan əvvəl olmuş o böyük partlayış nəticəsində yaranıb. Mən bunu bu günlərim daşıyıram həyatımıza. Mən deyirəm ki də, mən həyatına gəldiyim insanların, dostların, yoldaşların, atanın, ananın və yaxud hər kəsin də götürək, onun həyatında o Big Bang effektini yarada bilirəm. Yəni mən bu adamın həyatında partlayışı yarada bilirəm. Yəni bu adam mənim gəlişimdən sonra çiçəklənəcəkmi, yoxsa mən hələ də onu necə deyim də quyunun bataqlığa çəkməyə çalışıram. Yəni bu günlərin bizim həyatımızda ən önəmli şeylərdən biri də baxış açısıdır. Yəni biz çalışmalıyıq ki, gəldiyimiz insanların həyatında Big Bang effekti yaradaq. Çünki kainat yaransın, yaradılış yaransın. Yaxşı olacaq, pis olacaq, bu artıq digər məsələdir. Amma bunun üçün bir işıq rolunu oynamalıyıq. Yəni insan öz stilini yaratmalıdır, özünü birinci, özü üçün birinci o Big Bang partlayış etməlidir. Əslində bu günlərin biz özümüzdə mən bir şeydə qeyd etmək istəyirəm ki, mən bir dəfə sual verdilər ki, Noha hardadır? Noha bu texnologiya. Dedim Noha məndədir. Bax burada Nohalar hamısı burdadır yəni. Əslində ən böyük Noha biz insan olaraq özümüzük yəni. Bəli. Ona görə mən də sizə təşəkkür edirəm. İşlərinizdə uğurlar arzulayıram. Daha maraqlı qonaqlarımız olsun. Hər zaman belə maraqlı. Qonaqlarımız hər biri bir-birindən dəyərlidir bizim üçün. Biz ünsiyyət, bax bu yaranmış ünsiyyət ki, burada səmimiyyət var. Burada biz buradan istifadə edərək tamaşaçılarımız, izləyicilərimizi bildirmək istəyirik ki, bizim bütün söhbətlərimiz hər biri spontan baş verir. Burada axıcı şəkildə, heç hazırlaşmadan, bəli, axıcı şəkildə gedir. Əsas o ünsiyyətdir. Biz texnologiyanı həyatımıza, bizim həyatımıza asanlaşdırsın. Bəli, sizin etdiyiniz işlər kimi mən burada oturub qazın, suyun, işığın, heç bir şeyin dərdini çəkmədən, amma telefonlarımı qırağa qoyub 5 dəqiqə qarşımdakı insanla həqiqətən ünsiyyət qura bilim. Məsələ burasındadır ki, o insandan oturub bir evdə də oturanda və yaxud bayırda, restoranda da oturanda, bir yerdə oturanda hər kəs yenə telefonlandı. Hər kəs yenə telefonlandı. Sən 5 dəqiqə telefonu qırağa qoy və o insanla ünsiyyət kur, söhbət etməyə başla. Hətta insan özü də, bayaq siz misal çəkdiniz ki, biz təbiətə gedirik, təbiətdə şəlalə, dağlar, meşələr, orada belə telefonlanıq biz. Bir onu 5 dəqiqə qırağa qoy, həqiqətən o təbiəti gözəlliyi hiss və onun bir parçası olduğumuzu qəbul etmək lazımdır. Bu, necə deyim, yaradılışın da xoşuna gəlir. O zaman elə bil ki, kainat bizə o qapılarını açmağa başlayır ki, sən və bu dünyada biz tək deyilik. Yəni bunu da qəbul etmək lazımdır. Dünyada hər bir şeyin, canlı olan hər bir şeyin zəkası var. Hər bir şeyin biliyi var. Sadəcə biz həmin dilləri başa düşməyə bilərik, anlamaya bilərik. Amma bu dünyada tək canlı olan biz də deyilik. Bunu da nəzərə almaq lazımdır. Eynən. Ona görə egomuzu kənara qoyub, həqiqətən də özümüzə və ətrafımızdakı insanlarla səmimi şəkildə ünsiyyət qurmağa çalışmalıyıq. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Sağ olun.